masivində yaşayan keçmiş döyüşçü Azərbaycan bayrağı ordenli İbad Mövsümoğlu Hüseynova məktub göndərmişdir. Məktubda deyilir: Hörmətli İbad Hüseynov, Azərbaycan torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində göstərdiyin igidlik və şücaətə görə mən öz fərmanımla səni Azərbaycan bayrağı ordeni ilə təltif etmişəm. Sənin kimi şanlı döyüş yolu keçmiş bir gəncin ailə qurmasına əlbəttə sevinirəm. Sevib seçdiyin gözəl Azərbaycanlı qızı ilə birlikdə səni ürəkdən təbrik edir, sizə xoşbəxt həyat, ailə saadəti arzulayıram. Bu şad gününüzdə hər ikinizin valideynlərinə, qohum-əqrabalarına göz aydınlığı verir, onları səmimi qəlbdən təbrik edirəm. Arzu edirəm ki, gənclərimizin belə xoş günləri çox, qəm-qüssələri az olsun. Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti, Bakı şəhəri 12 noyabr 1999-cu il. Qəhrəman olmaq üçün İbad ağır həyat yaşamalı oldu. Və İbad ona görə qəhrəman oldu ki, bu ağır həyatı şərəflə yaşadı. Şəhid olmaq istədi. Dəstənin önündə ölmək yox, müdafiəsinə qalxdığı torpaq və millətin gələcəyini xoşbəxt etmək üçün gedirdi. Şərəflə ölmək üçün şərəflə yaşayır, şərəflə yaşamaq üçün şərəflə ölməyə həmişə hazır idi. Bugün də hazırdı. Bugün İbad Hüseynov sinəsində Azərbaycanın bayrağını gəzdirir. O, beynəlxalq terrorçunu öldürdüyünü, günahsız insanların qanına susamış terrorçuların sayını bir nəfər azaltdığını sübut etmək istəmir. Buna ehtiyac yoxdur. İbadın sübut etdiyi başqa, daha mühüm məsələ var. Sinəsində Azərbaycanın bayrağını gəzdirməklə İbad düşmənə bunları deyir. Azərbaycanın bayrağı nanəciblərin qəhrəmanlarından həmişə ucada olacaq və Azərbaycan torpağına göz dikənlərin qəhrəmanları həmişə Azərbaycan bayrağının qarşısında diz üstə çöktürüləcək. Çünki bu bayrağın mənim kimi övladları var.